Hər dəfə deyirəm, qardaşlar. Nə ki, salih əməldir, salih əmələ çatmaq üçün, salih əməli etmək üçün müvəffəq Allah eləməlidir. Allahdır insanın salih əmələ müvəffəq edən. Bunu bir mənalı olaraq əqidə ilə, yəni bir mənalı olaraq qəlbində əkirsən. Nə sənin sağlamlığın, nə sənin sıhhətin, nə sənin yaşın, nə sənin qocalığın. Bu deyil səbəb. Yəni, heç kim bəhanə gətirə bilməz ki, 50 yaşım var, sıhhətim körlanıb, yaşlaşmışam və kökəm və arığam, filan əməl edə bilmirəm. Yox, qardaşlar, vallahi yox. Yəni, kimi ki, müvəffəq edib, əl-müvəffəq mən vəffəqəhullah. Müvəffəq edəni Allah Taala müvəffəq edib. O qədər cavan, 20 yaşında, bədən cəhətdən ən cümrahı, sıhhəti ən sağlam olan, ən asan ibadətlər edəmirlər. Ən asan. Ona görə, bax, misal, hər birimiz bilirik ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, kim sübh namazından sonra, sübh namazını cəmaatla qılarsa və günəş çıxana qədər, cəmaatın namazından sonra Allah Taala zikr edərsə və sonra 2 rükət duha namazı qılarsa, nə olar? Həccin və ümrənin savabını alır. Bilirik hamımız. Lakin gəl, misal üçün, sübh namazını məscidə. Bax, sübh namazının cəmaatında 100 nəfər adam var, 200 nəfər. Cəmaat kim? Hamısı gəlib cəmaata. Lakin kim bu əmələ müvəffəq olur, bax çıxanda. Və baxacaqsan 2 nəfər oturub, 3 nəfər oturub, 200 nəfər, 100 nəfərdən 2 nəfər, 5 nəfər. Yəni, kimdir müvəffəq olunanlar? Azdır, qardaşlar. Yəni, müvəffəqiyyət Allahdandır. Yəni, sən Allahdan istəməlisən ki, Allahım müvəffəq elə məni salih əmələ, Allahım məni müvəffəq elə, Allahım məni müvəffəq elə, özümü razı qaldığım və sevdiyim əməllər etməyə. Yəni, müvəffəq edən Allahdır. Bax, özün müşahidə elə. Namaza sonraya bax. Bax, gör var, müvəffəq olunanlar barmaqla sayılır, xeyrə. Ona görə insan daim, gecə, xüsusən gecə oyananda bu duanı eləməlidir. Allahümmə vaffiqni limə tuhibbu və tərda. Məşhur duadır. Allahümmə vaffiqni limə tuhibbu və tərda. Allahım, məni sevdiyin və razı qaldığın əməllər etməyə müvəffəq et. Allahım, məni sevdiyin və razı qaldığın əməllər etməyə müvəffəq et. Bu çox mühümdür, qardaşlar. Yəni, insan heç nə arxayın olmasın. Yəni, sən eləmirsən. Sən öz başına deyilsən ki, gedib xeyr eləyəsən. Müvəffəq edən Allahdır. Və misal üçün, qiyamul leyl. Deyirəm, daim. Bilir hər birimiz. Fərz namazlarından sonra ən əfsəl əməldir. Qiyamul leyl. Gecə oyanmaq. Lakin kimdir müvəffəq olunan? Mən vəffəqəhullah. Bu dinliklə deyil. 5 dənə bu dinlik qalq qoy. Kim ki qalxa bilmir, bu dinlik qalq qoyur. Bununla deyil, qardaşlar. Və ya bərk yatıram. Bununla deyil, qardaşlar. Və ya ümumiyyətlə mən oyağam. Yəni, gecələr rahat yatıram. Bununla deyil, qardaşlar. Müvəffəq Allah Taala eləyir. Allah Taala baxır sənə. Allah Taala baxır insanların qəlbinə. Kim ki layiqdir onları salih əməllər etməyə müvəffəq edir və sonra Allah Taala razı qalır. Kimi ki Allah Taala xeyr istəyir, müvəffəq edir əməli etməyə, Allah Taala razı qalır. Ona görə səhv eləmirəm, danışmışam dərslərin birində ki, bir qardaş özü danışır. Deyir ki, adət halı almışdım. Hər gecə saat 3-də qalxıb bir loxma atmaq ağzıma. Və ya bir su içməsəm, yata bilmirdim, deyir. Vərdişdir, olur bu cür insan. Gecə uyanır və qalxır, nəsə yiyir, nəsə atır, nəsə içir. Hər gün deyir. Və bir gün qardaşlar içərisində oturanda deyir ki, danışanda bunun, qardaş deyir, Allah hidayət eləsin. Allah islah eləsin səni. Qalxmısan, elə 2 rükət namaz qıl, bir dəfəlik, da oyanmısan dahi. Sonra yat. Niyyət eləyir axşamı. Sabah yenə qalxsan, qılacam 2 rükət. Deyir, vallahi o gündən sonra qalxamıram bu günə qədər. O gündən sonra qalxa bilmir. Müvəffəq edən Allahdır, qardaşlar. Bu, yəni, sən qalxıb, yəni, burada, yəni, o qiyam-ı leylə çox incə məqamlar var, qardaşlar. Birincisi, birbaşa insanın ixlasına dəlalət edir. Kim ixlasının miqdarını ölçmək istəyirsə, öz qiyam-ı leyl namazına baxsın. Öz qiyam-ı leyl namazına baxsın. İkincisi, Allah təbaraka və teala orada böyük xeyirlərin olmasını xəbər verir Peyğəmbər sallallahu aleyhi ve sellem dilindən. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Rəbbiniz gecənin 3də bir hissəsi dünya səmasına inir, hər gün. Gecənin 3də biri. Nə deyir? İstəyən var mı istədiyini verim? Bağışlayan var mı bağışlayayım?
Deyir Allah təbaraka və hər gün. Yəni, sən hələm istənilib, istəyib cavab verilməyə layiq deyilsən. İxlasla.com saytı tərəfindən təqdim olundu.